Elhamdülillahi'llezî menne aleyna bihifzil Kur'an ve taallumi ahkâmihi ve ta'lîmiha ve siyâgatiha ve teshîliha lirrâgibîne fîha. Thumme's-salâtu ve's-selâmu alâ hayri halqillâhi alâl itlâq ve huve Muhammed ibn Abdillah salavatullahi ve selâmuhu aleyh ve alâ âlihi ve ashâbihi ecma'in. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Möhtərəm tamaşaçılar. Bugünkü mövzumuz Qur'an-ı Kərimin isnadı barəsində olacaqdır. Bugün isnad və ya icazə dedikdə nələr nəzərdə tutulur, onu qısaca sizə izah etməyə çalışacağıq. Bildiyimiz kimi Qur'an-ı Kərimin əsli tələqqi, yəni şifahi olaraq Allah tərəfindən onun seçilmiş bəndəsi olan, qulu olan, elçisi olan Muhammed salavatullahi və selamuhu aleyhin üzərinə vəhy olaraq endirilmişdir. Və Quranın ilk mərhələlərində yazı olmamışdır. Və həmin Quran-ı Kərimi bizə müxtəlif rəvayətlərlə müxtəlif insanlar çatdırılmışdır. Onlardan da məsələn sahabələrdən, məsələn Abdullah ibn Məs'ud, Osman ibn Affan, Ali ibn Əbi Talib, Ubey ibn Ka'b, Zeyd ibn Səbit və başqa sahabələr bunları, yəni Quran-ı Kərimin rəvayətlərini bizə çatdırmışlar. Əlimdə gördüyüm bu icazə dediyim sahabələrin məhz bizə Quran-ı Kərimi çatdırılması barəsində açıq aydın bir sübutdur. Həmçinin başqa rəvayətlərdə isə Quran-ı Kərimi bizə müxtəlif qiraətlərlə çatdıran sahabələrdən də biri Həsənül Basri, həmçinin Əmirül Müminin Umar ibn Xattab, həmçinin İbn Abbas və Əbi Musa Əl-Əş'ari kimi möhtərəm, izzətli sahabələr olmuşdur. Və gördüyümüz bu sənəd böyük alimlərdən sayılan Şeyx Bəkr Ət-Tərabişinin isnadıdır ki, həmin bu sahabələrin adlarını bu isnadda görmək mümkündür. Bilmək lazımdır ki, qari və ya muqri deyilən anlamlar vardır. Qari dedikdə 3 və ya daha artıq qiraəti bilib, həmin qiraətlərlə oxuyan insana qari deyilir. Muqri dedikdə isə 10 qiraəti bilib və 10 qiraəti tədris edən insana isə muqri deyilir. Və hər bir qari, yəni oxuyan, Quran-ı Kərim oxuyan şəxs, Quran-ı Kərim oxuyarkən müxtəlif ədəb və ərkanlarla ədəblənməlidir. Buna misal olaraq, ən birinci Quran-ı Kərim oxumaq istəyən insan ixlaslı olmalıdır. Yəni, Quran-ı Kərim oxumaq istədikdə yalnız və yalnız Allahın rızasını və Allahın razılığını, məhəbbətini, sevgisini düşünüb, Quran-ı Kərim arxasında oturub, Quran-ı Kərimi tədəbbür edərək oxumalıdır. Çünki uca Allah buyurur, Ələ lillahi dinul xalis. Bilin ki, din ixlasla Allaha məxsusdur. Həmçinin gözəl olardı ki, hər hansı bir qari Quran oxuduğu zaman qibləyə yönəlsin. Yəni, əgər evdədirsə, qiblə hansı tərəfədirsə, Quran-ı Kərimi götürüb, qiblə tərəfə oturub və Quran-ı Kərimi oxumağa başlasın. Həmçinin Quran oxuyan şəxs dəstəmazlı olması daha gözəldir. Çünki uca Allah buyurur, Lə yəməssuhu illəl mutahharun. Quran-ı Kərimə yalnız təmiz olanlar toxunar. Həmçinin oturduğu yer təmiz və pak olmalıdır. Çünki Quran-ı Kərim nurdur, Quran-ı Kərim mübarəkdir, Quran-ı Kərim təmizdir və yalnız təmiz yerlərdə oxunmalıdır. Həmçinin Quran-ı Kərimi oxuyan qari, Quran-ı Kərimi oxuyarkən tədəbbür, xuşu və vüqar içində oxumalıdır. Yəni, tam mənalarını bacardığı qədər düşünərək, anlayaraq, Allahın həmin insandan nə istədiyini, məsələn, Yə əyyuhəl-ləzīnə əmənu, ey iman edənlər eşitdiyi halda və ya oxuduğu halda Allahın həmin şəxsdən nə istədiyini anlayıb, biraz dərindən düşünməlidir. Həmçinin Quran-ı Kərim oxuyan insan dişlərini, ağzını təmizləməlidir və ətirlənməlidir. Çünki dediyim kimi Quran-ı Kərim Allahın kəlamıdır. Allahın bütün insaniyyət üçün, bütün bəşəriyyət üçün göndərilmiş mükəmməl bir kəlamdır. Və ona görə onu oxumamışdan əvvəl təmiz bir şəkildə, ağızdan heç bir iy gəlməməklə təmiz bir şəkildə dişlərini təmizləyib, sonra isə oxuması daha məsləhətə uyğundur.
Həmçinin Qurani Kərim oxumamışdan əvvəl istiadə, yəni Əuzu billahi minəşşeytanirracim deyib qiraətə başlamalıdır. Çünki uca Allah Qurani Kərimdə buyurur: "Fəizə qara'təl Qur'anə fəstəiz billahi minəşşeytanirracim." Qurani Kərim oxumamışdan əvvəl Əuzu billahi minəşşeytanirracim söylə. Həmçinin bütün surələrin əvvəlində Bismillahirrahmanirrahim deməlidir. Yalnız Bəraə surəsindən başqa və burada Bismillahirrahmanirrahim deməməlidir. Həmçinin Qurani Kərimi tərtillə oxumalıdır. Tərtil dedikdə isə aram-aram, tələsmədən Qurani Kərimi oxuduğu zaman mənalarını tədəbbür edərək oxumalıdır. Çünki uca Allah Qurani Kərimdə buyurur: "Varattilil Qur'anə tərtilə." Quranı tərtillə oxu. Bildiyimiz kimi qiraətin mərtəbələri deyilən bir anlam vardır. Yəni qari dedikdə isə 3 və ya daha çox qiraəti bilən insan nəzərdə tutulur. Qurani Kərimi oxuyarkən 4 formada oxuya bilər. Onlardan birincisi təhqiq, ikincisi tərtil, üçüncüsü tədvir, dördüncüsü isə hədrdir. Təhqiq dedikdə hərfləri, məxrəcləri və ya ümumən qiraəti tələsməyərək çox rahat bir şəkildə oxumaq nəzərdə tutulur. Və xüsusən dərs zamanı, təlim zamanı məhz təhqiqdən istifadə olunur. Buna misal olaraq Fatihə surəsinin 1-ci ayəsini misal çəkək. Məsələn, bu cür oxumaq təhqiq adlanır. Elhamdülillahi Rabbil aləmin. Həmin bu oxunuş, fikir verdiyimiz kimi, təcvid əhkamlarına riayət edərək, tələsməyərək, bütün məxrəcləri əda edərək oxunuş, məhz təhqiq oxunuşu adlanır. İkinci oxunuş tərtil adlanır. Tərtil isə təhqiqdən daha birə surətli olaraq yenə də bütün təcvid əhkamlarına riayət edərək və hərflərin məxrəclərini yerində əda edərək oxunuş tərtil adlanır. Və buna da yenə də Fatihə surəsində bir misal çəkək. Məsələn, Elhamdülillahi Rabbil aləmin. Fikir verdiyimiz kimi təhqiqdən daha sürətli, yalnız təcvid əhkamlarına riayət edərək oxunmuşdur. Üçüncü forma tədvir. Tədvir isə tərtildən də daha sürətli formada oxumaqdır. Yalnız burada da təcvid əhkamları riayət olunur və bütün məxrəclər öz deməli məxrəcindən çıxarılır. Buna misal olaraq yenə Fatihə surəsini çəkək. Məsələn, Elhamdülillahi Rabbil aləmin. Fikir verdiyimiz kimi, yəni tərtildən daha sürətli oxundu. Və dördüncü formamız hədr adlanır. Hədr dedikdə isə ən sürətli formada oxuyub, yalnız təcvid əhkamlarına riayət etməklə oxunur. Buna misal, yenə də Fatihə surəsini misal çəkək. Elhamdülillahi Rabbil aləmin. Fikir verdiniz? Yəni tam bir sürətli bir şəkildə oxuduq. Yalnız bütün məxrəclər və təcvid əhkamlarına riayət olundu. Hər bir qari Qurani Kərimi oxuyarkən bacardığı qədər səhvlərə, xətalara yol verməməlidir. Lakin Qurani Kərimi oxuduğu zaman müəyyən bir səhvlərə yol verərsə, həmin səhvlər 2 formada ola bilər. Onlardan biri Ləhnul Cəli, ikincisi isə Ləhnul Xafi adlanır. Ləhnul Cəli dedikdə açıq-aşkar səhvdir, hansı ki, məsələn, hər hansı bir hərəkəni dəyişdirmək. Məsələn, Sıratəl-ləzīnə ən'amtə aleyhim, Sıratəl-ləzīnə ən'amtu aleyhimlə əvəz etməsidir. Yəni, burada ən'amtə sözündə ən'amtu istifadə edərək, deyərək, fəthəni damma ilə əvəz etdi. Və həmin bu səhv Ləhnul Cəli adlanır. Yəni, böyük bir səhv. Və sözsüz ki, hər bir bu Ləhnul Cəlini eşitdiyi zaman hər bir insan və ya hər bir şəxs bu səhvi mütləq bir şəkildə düzəltməlidir. Və həmin səhvlə Qurani Kərimi oxumaq düzgün bir şəkildə sayılmaz. İkinci qism isə Ləhnul Xafi, yəni daha kiçik səhvlər. Bu isə xüsusən təcvid əhkamlarında bəzi hökmlərə əməl etməməsidir. Məsələn, təcvid əhkamlarından hansısa birini bilməyərək, yəni qeyd edirəm,
bilməyərək tərk etdiyi zaman. Və bu isə ləhnul xafi adlanır. Əgər qari bunu bilə-bilə edərsə, bu hökm haramdır. Yalnız bilməyə-bilməyə edərsə isə ondan əf olunur. Misal olaraq, Qul ə'udhu bi rabbin nas söyləndiyi zaman, yəni qunnəni iki hərəkə etməsi lazım olduğu halda, Qul ə'udhu bi rabbin nas söyləməsi kimidir. Hər bir qari Qurani Kərimi oxumamışdan əvvəl, yəni Qurani Kərimi oxumağa başlamamışdan əvvəl bəsmələ deməlidir. Bəsmələ dedikdə Bismillahirrahmanirrahim nəzərdə tutulur. Alimlərin arasında, yəni qiraət alimlərin arasında hər bir surənin önündə, əvvəlində bəsmələ çəkilməsi vacib görülür. Yalnız Bəraə surəsindən başqa. Buna sübut olaraq böyük İslam və qiraət alimlərindən sayılan İmam Şatibi özünün məşhur Şatibiyyə əsərində belə buyurur. وَمَهْمَا تَصِلْهَا أَوْ بَدَأْتَ بَرَاءَةً لِتَنْزِيلِهَا بِالسَّيْفِ لَسْتَ مُبَسْمِلًا وَلَا بُدَّ مِنْهَا فِي ابْتِدَائِكَ سُورَةً سِوَاهَا وَفِي الْأَجْزَاءِ خَيَّرَ مَنْ تَلَا. Yəni burada bütün surələrin əvvəlində qarinin Bismillahirrahmanirrahim söyləməsini vacib buyurmuşdur. Yalnız Bəraə surəsindən başqa. Həmçinin Qurani Kərim oxuyan qari mütləq bir şəkildə isti'adə deməlidir. İsti'adə dedikdə isə məhz Ə'udhu billahi minəşşeytanirracim nəzərdə tutulur. Alimlərin bir qismi isti'adəni qarinin oxuduğu zaman istifadə etməsi, deməsini vacib buyurub. Və onlar bu ayətə söykənərək Fəstə'iz billahi minəşşeytanirracim Qurani Kərim oxuduğun zaman Ə'udhu billahi minəşşeytanirracim de ayəsini sübut tutaraq hər bir qarinin Qurani Kərim oxuduğu zaman məhz Ə'udhu billahi minəşşeytanirracim ilə başlamasını nəzərdə tutmuşlar. İkinci qisim alimlər isə isti'adəni vacib görməmişlər. Yalnız hər ehtimala qarşı hər bir qari bacardığı qədər Qurani Kərim oxuduğu zaman Ə'udhu billahi minəşşeytanirracim deməlidir. Həmçinin Ə'udhu billahi minəşşeytanirracimdən başqa bunu bu formada da demək olar. Ə'udhu billahi səmi'il alimi minəşşeytanirracim. Qarinin Qurani Kərim oxuduğu zamanı Ə'udhu billahi minəşşeytanirracim Bismillahirrahmanirrahimin söylənməsinin 4 forması və ya 4 qaydası vardır. Onlardan birincisi qat'ul cəmi adlanır. Yəni, ey faslil isti'adəti anil bəsmələ an əvvəli surə bil vaqfi alə kulli minhə və həzə vəchun əfdaluhə. Yəni, Ə'udhu billahi minəşşeytanirracimi deyib dayanıb, sonra isə Bismillahirrahmanirrahimi deyib dayanıb, sonra isə surəni başlamaq olar. Yəni, bir misal çəkim. Məsələn, Ə'udhu billahi minəşşeytanirracim Bismillahirrahmanirrahim Qul huvallahu əhəd. Bu, birinci formadır və bu cür oxumaq düzgün oxunuşlardan sayılır. İkinci formamız qat'ul əvvəli və vaslı thani bis-salis. Birincidə, yəni Ə'udhu billahi minəşşeytanirracimdə dayanıb, Bismillahirrahmanirrahimi surənin əvvəli ilə birləşdirməkdir. Buna misal olaraq, məsələn, Ə'udhu billahi minəşşeytanirracim Bismillahirrahmanirrahim Qul huvallahu əhəd. Gördüyünüz kimi, isti'adənin üzərində dayandım, sonra isə Bismillahirrahmanirrahim deyərək surənin əvvəlini birləşdirdim. Üçüncü formamız vaslul əvvəli bis-sani və qat'us salis. Yəni, Ə'udhu billahi minəşşeytanirracim və Bismillahirrahmanirrahimi bir yerdə, bir nəfəslə deyərək, sonra isə dayanıb surəni başlamaq olar. Məsələn, Ə'udhu billahi minəşşeytanirracim Bismillahirrahmanirrahim Qul huvallahu əhəd. Gördüyünüz kimi, burada isti'adə və Bismillahi bir yerdə istifadə etdi.
sonra isə dayanıb surənin əvvəlini oxuduq. Dördüncü formamız isə vaslul cəmi' adlanır. Yəni, burada qari isti'adə və bismillah və surənin əvvəlini birləşdirərək bir nəfəsə oxuyur. Məsələn, belə Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Qul huvallahu əhəd. Fikir verdiyiniz kimi bir nəfəsə vəqf etmədən, yəni dayanmadan Bismillahi, isti'adəni və surənin əvvəlini birləşdirdik. Bildiyimiz kimi təcvid sözü cəvvədə feilinin məsdəridir. Yəni cəvvədə yucəvvidu təcvidən. Mənası isə təhsin və ya itqan deməkdir. Yəni, gözəlləşdirmək deməkdir. Yəni, hər hansı bir qari Quran-ı Kərimi oxuduğu zaman Quran-ı Kərimdə olan əhkamlara, yəni təcvid əhkamlarına riayət edərək oxuduğu Quranı gözəlləşdirir. İstilahi mənada isə ilmun yəbhəsu fil kəlimətil Qur'aniyyə. Quran-ı Kərimin içərisində olan Quran sözlərini araşdıran, Quran-ı Kərimin içərisində olan təcvid əhkamlarını araşdıran bir elmdir. Min haythu i'ta'il hurufi haqqaha minas sifatil lazimə əlləti la tufariquha kəl isti'la'i vəl istifal. Hansı ki bu elm hər hansı bir hərfin məxrəcini, sifətini, qalınlıq sifətini və ya incəlik sifətini araşdıran bir elmdir. Əv mustahaqqaha minəl əhkəmin nəşiəti an tilkəs sifəti kəttəfximi və tərqiqi və idğami və izhari və qeyri zəlikə minəs sifatil arida. Həmçinin idğam, izhar, təfxim, tərqiq kimi təcvid əhkamlarını öyrənən bir elmə təcvid elmi deyilir. Və sözsüz ki, gələn dərslərimizi izləyin. Burada idğam, izhar, tərqiq, təfxim və başqa təcvid əhkamlarının adlarını izah edib öyrənəcəyik. Qayəsi isə hər bir qarinin Quran-ı Kərimi oxuduğu zaman düzgün və səlis şəkildə oxunmasını tələb edən bir elmdir. Uca Allah buyurduğu kimi وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا. Quran-ı Kərimi tərtillə oxu. Bilmək lazımdır ki, təcvid elmi hər hansı bir şəxsin ixtira etdiyi elm deyildir. Məhz uca Allah tərəfindən öz peyğəmbəri olan Muhammed sallallahu aleyhi və alə alihi və səlləmə nazil olan bir elmlər sırasına daxildir. Yəni, Quran-ı Kərim məhz təcvid əhkamları ilə Peyğəmbərimizə nazil olmuşdur. Məsələn, bu formada Qayril məğdubi aleyhim vələddallin. Gördüyünüz bu uzatma heç də hər hansı bir insanın və ya hər hansı bir təcvid aliminin öz ixtirası deyildir. Məhz Allah tərəfindən bu formada endirilmiş Quran-ı Kərimdir. Bilmək lazımdır ki, təcvid iki yerə bölünür. Onlardan birincisi təcvidul əməli, ikincisi isə təcvid ilmi. Birincisi əməli təcvid, ikincisi isə elmi təcvid adlanır. Əməli təcvid dedikdə hər hansı bir qarinin bacardığı qədər təcvid əhkamlarına əməl etməsi sayılır. Ümumən təcvidin hökmü vacibdir. Heç də müstəhəb sırasına daxil deyil. Əksinə, hər bir qari bacardığı qədər təcvid əhkamlarına uyğun Quran-ı Kərimi oxumalıdır. Məhz ona görə uca Allah Quran-ı Kərimdə buyurur: "Varattilil Qur'ana tərtilə." Quranı tərtillə oxu, yəni təcvidlə oxu. Həmçinin böyük qiraət alimlərindən sayılan İbnül Cəzəri özünün məşhur Cəzəriyyə adlanan şeirində "Əl-əxzu bit-təcvidi hatmun lazimu." Əlbəttə ki, Quran-ı Kərimi təcvidlə oxumaq mütləq bir əməldir. "Mən la yucəvvidul Qur'ana əthimu." Quranı təcvidsiz oxuyan insan əlbəttə ki, günahkardır. "Li'ənnehu bihil ilahu ənzələ." Çünki uca Allah
məhz Qurani Kərimi təcvid əhkamlarının üzərində indirmişdir. Və həkəzə minhu ileynə vasala və bizə Qurani Kərim Məhəmməd Peyğəmbərdən və onun sahabələrin yolu ilə bizə təcvid əhkamları ilə çatdırılmışdır. Dediyim kimi İbnül Cəzəri belə buyurmuşdur. وَالْأَخْذُ بِالتَّجْوِيدِ حَتْمٌ لَازِمُ مَنْ لَا يُصَحِّهِ الْقُرْآنَ آثِمُ. Başqa bir rivayətdə yücəvvidul Qur'an, burada isə مَنْ لَمْ يُصَحِّهِ الْقُرْآنَ آثِمُ لِأَنَّهُ بِهِ الْإِلَهُ أَنْزَلَ وَهَكَذَا مِنْهُ إِلَيْنَا وَصَلَ. Yəni, əlbəttə ki, hər bir qari Qurani Kərimi oxuduğu zaman təcvidlə oxumalıdır. Təcvidlə oxunmayan Quran düzgün sayılmır. Yəni, həmin qari təcvidsiz oxuduğu üçün əlbəttə ki, günah qazanmışdır. Çünki Allah tərəfindən Qurani Kərim təcvid əhkamları ilə indirilmişdir. Və həkəzə minhu ileynə vasələ və bu formada isə, yəni təcvid əhkamları ilə bizə çatdırılmışdır. Ondan sonra isə İmam Cəzəri təcvidin qayda qanunu və ya təcvidin nə olduğunu izah edir və belə buyurur. Və huvə aydan hilyətü tilavəti. Həmçinin təcvid tilavətin gözəlliyidir. Yəni tilavəti oxuduğun zaman daha da gözəl bir formaya salan əhkamlardır. Və zinətul ədai vəl qiraəti. Qiraətin zinətidir, gözəlliyidir. Və huvə i'taul hurufi haqqaha. O, yəni təcvid elmi hər bir hərfin haqqını verməkdir. Yəni hər bir hərfi düzgün məxrəcindən, düzgün yerindən çıxartmaqdır. Min kulli sifətin və mustahaqqaha. Yəni təcvid əhkamlarını oxuduğu zaman Qurani Kərimdə olan hərflərin sifətini və məxrəclərini düzgün əda etməkdir. وَرَدُّ كُلِّ وَاحِدٍ لِأَصْلِهِ وَاللَّفْظُ فِي نَظِيرِهِ كَمِثْلِهِ مُكَمَّلًا مِنْ غَيْرِ مَا تَكَلُّفِ بِاللُّطْفِ فِي النُّطْقِ بِلَا تَعَسُّفِ. Yəni, heç bir əziyyətə düşməyərək, heç bir çətinlik çəkməyərək, gözəl bir şəkildə, çox yavaş bir şəkildə təcvidi əda etmək deməkdir. وَلَيْسَ بَيْنَهُ وَبَيْنَ تَرْكِهِ İllə riyadatun bifəkkihi. Və hər hansı bir insanın təcvid qaydalarına əməl etməsi yalnız onun çənəsinin məşq etməsindən başqa bir şey deyildir. Həzə və mə kənə min xata'in fəminni və minəşşeytan Vallahu və rasuluhu minhu bəriən və subhanəkə Allahumma və bihamdik və nəşhədu ən la ilahə illə ənt nəstəğfiruka Allahumma və nətubu iləyik. Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuhu.